Moskva küçələrində çox qürur verici bir görüntülərimiz var. Şəhidlər ölməz, vətən bölünməz. Bax, bu şüarla hərbiçilərimiz Moskva küçələrində addımlayıblar. Azərbaycan hərbiçiləri Moskvada qələbə paradının məşqində iştirak ediblər. Bu barədə hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında paylaşım edib. Kadrlarda Azərbaycan hərbiçilərinin Moskvanın mərkəzi küçələrində yürüyüşü əks olunub və onlar şəhidlər ölməz, vətən bölünməz şüarını səsləndiriblər. Əgər onu biz qısa da olsa verə biliriksə, zəhmət deyilsə izləyək və dinləyək. Həqiqətən də qürur verici görüntülərdə Azərbaycan ordusunu Allah qorusun, bütün hərbiçilərimizi, bütün zabitlərimizi, gizirlərimizi və s. çox qürur verici görüntülərdir və bu bilirsiniz ki, qələbənin 80 illiyinə həsr olunmuş paradın hazırlıqlarından olan görüntülərdir.